Salamlayıram sizlərə əziz izləyicilər. B qrupunun son oyunu 3-cü turda sizlərləyik. Şərhçiniz mənim Mirceyhun Mənsimov. BES Futbol Klubu ilə Qoca Sinyora komandası qarşılaşır. Sizə ilk öncə heyətləri açıqlayacağım. BES komandasının kapitanı Bayramov Qoşqar, 10 nömrəli oyuncu Cəfərov Ceyhun, 6 nömrəli oyuncu Şirəliyev Fərahin, 5 nömrəli oyuncu Məmişov Seyavuş, 9 nömrəli oyuncu Hüseynov Orxan, 1 nömrəli qapçı Mürvətov Əlağa, 8 nömrəli oyuncu İsayev Ömarxan, 13 nömrəli oyuncu Şərifov Sənan, 7 nömrəli oyuncu Qurbanov Şahmurad, İsmailov İbrahim, 4 nömrəli oyuncu Əliyev Fərid. İndi isə sizə Qoca Sinyora komandasının heyətlərini açıqlayacağım. Kapitan 22 nömrə Rüstəmli Qələndər, 9 nömrəli oyuncu Rəsulov Salih, 8 nömrəli oyuncu Bağırov İlkin, 7 nömrəli oyuncu Ağayev Elvin, 17 nömrəli oyuncu Qəmbərov Qəmbər, 19 nömrəli oyuncu Hüseynov Fuad, qapçı Əliyev İlkin, Əskərov Elçin. Qeyd edim ki, Qoca Sinyora komandası ilk turda 11-2 Qocalar evini məğlub etmişdi. İkinci turda isə Görədi komandası ilə 1-1 qalmışdı və Qoca Sinyora komandasının 4 xalı var. İkinci yerdədir B qrupunda. BES komandasında isə vəziyyət belədir. İlk turda 7-2 hesabı ilə İxlas komandasını məğlub etmişdi. İkinci turda isə 5-3 Mehraş komandasını məğlub etmişdi. BES komandasının 6 xalı var və birinci yerdədirlər. Birinci yerlə ikinci yer olan komandalar qarşılaşır. Maraqlı oyun gözləyirik bu gün həqiqətən də. Zərbə qapıdan yan keçir. BES komandasının təhlükəli zərbəsini görürük. Qapçıdan ilkindən pas ilkinə, yox Fuaddan. Fuad Qəmbərlə oynayır. Qəmbərin pası Elvin. Elvin nə edəcək? Müdafiəçiləri uzaqlaşdırır. Qəmbərin zərbəsi müdafiəçiyə dəyir. Qəmbərdən pas dəqiq olmadı. Uzun bir pas Orxan. Hücumçusu ilə oynayır. Yox, top qəbulu düzgün olmadı. İlkin Fuadla oynayır. Fuaddan Elvinə pas. Elvin edə bilmədi istədiyini. Out'a gedir top. Topu BES komandası yerinə yetirəcək. Uzun bir pas keçmədi. Elvinə dəyir. Salih'in zərbəsi qapıdan yan keçir. Qeyd edim ki, Salih komandanın ən çox qol vuran oyuncularından biridir. Komandanın ən yaxşı oyuncularından da deyərdik həmçinin buna. Baxaq, Salih bu gün nə edəcək Qoca Sinyora komandası üçün. Top çıxmayıb, davam. Müdafiəçidədir top. Pasını verdi Orxandan, davam pası. Keçmədi, ilkin oğurladı. Cinahı dəyişir Qəmbər. Salih irəliyir. Salih nə edəcək? Salih taban qoyur. Zərbə. Qapçı Əlağa. Uzaqlaşdırdı topu. Təhlükəli hücum, əks hücumdur bu. 3-ün 1-ədilər. Pasını verdi. Qapçı ilkin. Topa çatır. Tez Salihlə oynadı. Salih irəliyir. Nə edəcək? Pas verdi Qəmbər. Qəmbər bir oyunçunu keçdi mi? Yox. Oğurladılar Qəmbərdən topu. Pasını verir Orxan. Orxan nə edəcək? Pasını verdi.
Zərbə dəqiq olmadı. Hələ ki iki komanda da eyni səviyyədə oynayır. Baxaq gedişat necə olacaq. 6-cı dəqiqədir. Hələ ki nəsə demək tezdir. Salih. Salihin zərbəsi Əlağa. Gözəl refleks görür. Ayaqla topu uzaqlaşdırdı. Geriyə oynayır. İlkindən Salihə pas. Salih irəliləyir. Salih topa çatdı, amma pasını dəqiq verə bilmədi. Qapıcı topu yerinə yetirəcək. Əlağa axır önə. Uzun bir pas. Orxan birbaşa pas verdi. Müdafiəçisi topu itirdi. Elvin nə edəcək? Elvin və gol! Elvin iki oyuncusunun arasından keçərək zərbəsini vurdu. Və hesabda 1-0 öndədir Qoca Sinyora komandası. Bes komandası baxaq nə edəcək? 2 qələbəsi var komandanın. Artıq 3-cü turdur. Baxaq gedişat necə olacaq. Əlağanın pası dəqiq olmamışdı. Salih uğurlaya bilmədi. Top ayağını dəyərək meydanı tərk edir. Əlağa müdafiəçisi ilə oynayır. Uzun bir pas. Dəqiq olmadı. Fuat Salih'le oynayır. Fuat Fuat'tan bir daha Salih'e out. Salih Fuat'la oynayır bir daha. Salih irəliləyir. Sınağı dəyişdi. İlkindən ara pası keçmir. Fuat'tan gözəl davan pası Qəmbər. Qəmbərin pası keçmədi. Gözəl sıyrıldı. İbrahimdir bu. Pasını verdi. Orxan. Pas! Ay. Çox az qalmışdı. Topa güclə çatmışdı. Təhlükəli hücum idi. Bes komandasının ilk. Fuat baxır kimə verəcək. Zərbə idi, amma qüvvətli deyildi. Qapıcı topu tutdu. Pasını verdi. Fərahim yanındakı oyunçuyla oynayır. Sıyrıldı. Zərbəsi blok. İlkindən. Pası zərbə dəqiq olmadı. Qapıdan xeyli aralı keçir. İlkin top başladı Elvin. Geriyə oynadı Fuat. Fuat önə baxır. Salih'dən pas Qəmbərə. Salih. Orxan ucumçusuyla oynayır. Nə edəcək? Bir daha zərbə. Artıq ikinci dəfədir ki, belə zərbə görürük oyuncudan. Fuat'ın pası keçmədi. Yenə topu uğurladılar. Bir daha zərbə. Bu zərbə təhlükəli idi. İlkin topu yerinə yetirəcək Salih'dən Fuat'a pas keçmədi. Uğurladılar topu. Yox. İtirdi. Elvin önü boşdu. Pasını verdi. Topa çata bilmədi Qəmbər. Qəmbər sanki pas gözləmirdi. Elvindən zərbə gözləyirdi. Əlağa topu yerinə yetirdi. Əlağa. Topu Elvin yerinə yetirəcək. Salih'in zərbəsi Əlağa yerindədir. Salih geriyə oynayır ilkində. Tələsmir Qoca Sinyora komandası. Salih bir də ilkinə verir.
İlkin neydi? Zərbə mi olacaq, pas mı? Yenə Salihlə oynayır. Hər şey paslaşır Qoca Seniora komandası. Qəmbər cinahı dəyişdi. Fuadın pası Qəmbərə keçmədi. Müdafiəçi gözəl oynayır. İlkindən birbaşa zərbə və gol. Komandası ikinci golunu vurur İlkin. Bez komandası 2-0 geridədir. Qeyd edim ki, ikinci turda Bez komandasının oyuncusu Namiq qırmızı kart görmüşdü. 2 oyun cəzalanıb. Namiqin olmamağı həqiqətən də Bez komandasına ziyan verir. Baxaq komanda nə edəcək? Uğurladılar topu. Zərbəsi qapıdan aralı keçir. İlkin oynayır. Qəmbər. Elçin. Salihlə oynayır. Salih. Pauza edir. Elçin. Gözəl paslaşır Qoca Seniora komandası. 2-0 hesabda öndədir. Salih baxır. Uzun bir pas. Fuad çatmadı topa. Qapıcı dəyişikliyi gördük. Bez komandasında. Bez komandası nə edəcək? Heç nə yoxdur. Davam. Fərahim topu uğurladı. İrəliyir. Nə edəcək? Geriyə oynayır. Şahmurad. Geriyə oynayır Fərahim. Fərahim geriyə oynayır. Uzun bir pas. Fuad topu uğurladı. Fuadın pası Salih. Salih'ten Qəmbərə pas. Qəmbər çata bilmir. Gözəl sıyrıldı iki nəfərin arasından. Zərbə olacaqmı? Gözəl keçdi. Şahmurad nə edəcək? Önündə Elçin var. Elçindən blok görürük. Baxır kimə verəcəyinə. Evet, gecikdi. Sayırdı hakim. Out'u Qoca Seniora komandası yerinə yetirəcək. Hələ ki kapitanı biz oyunda görmürük. Gələndər. Baxaq oyuna nə vaxt daxil olacaq. Qəmbərdən pas Elçinə. Elçin geriyə oynayır. İlkin cinahı dəyişdi. Elçin pası dəqiq olmadı. Qeyd edim ki, biz bir çox oyunlarda Qələndəri məhz zaminində görürük. Məncə tam vaxtıdır Qələndərin oyuna daxil olmağının. Çünki hesabda 2-0 komandası öndədir. Görək necə olacaq. İlkin Qəmbərlə oynayır. Qəmbərdən Elçinə pas. Elçin itirmədi. Geriyə çəkilir. Elçin İlkinlə oynayır. İlkindən uzun bir pas. Dəqiq olmadı. Geriyə oynayır. Zərbə idi. Qapıcı İlkin yerindədir. İlkin geriyə oynayır Fuad. Fuaddan Salihə pas. Elçin nə edəcək? Zərbə mi olacaq, pas mı? Qəmbərdən pas. Bir də Elçinə. Elçin itirmir. Uğurladılar topu Elçindən. İtirməyib oyuncu. İrəliyir. Gözlədi. Nə edəcək? Pası qapıcıya doğru gedir. İlkindədir top. Fuad. Salih'in pası. Fərahim uğurladı. Geriyə oynadılar. Şahmuraddan pas. İrəliyir. Fuad qoymadı. İtirməyib.
Hələ də Fuaddadır top. Fuad oyunçunu keçdi amma yerdə qaldı. Gözəl oyun gördük, mübarizədir. Fuad topu Salih'le oynadı. Salih'ten uzun bir pas. Sıkmıştı top. İlkin topu qəbul edəmir. Şahmurad geriyə oynayır müdafiəçisiyle. Cinahı dəyişir. Fərahim. Fərahimin pası. Fərahim tabanla pası geçmədi. Uğurladılar. Qəmbər. Elçin çata biləcəkmi? Çatdı. Ne edəcək? Elçin zərbə mi olacaq? Pas verdi Salih'e. Ne edəcək Salih? İlkin. Önü boşdu. Zərbəsi qapıdan aralı keçir. Qapıcı müdafiəçisiyle oynayır. Geriye oynayır. Fərahim. Qapıcıyla oynadı. Riskliydi bu. Salih uğurladı mı? Yok. Top Fərahimdə qaldı. Şahmurad. Şahmuradın pası. Zərbə olacaq mı? Elçinə dəyir top. Out. Qeyd edim ki 17-ci dəqiqədir. Hələ də gol yoxdur BES komandasından. Hesabda geridədirlər 2-0. Güzel sıyrıldı. Şahmuradın zərbəsi İlkin. İlkin bu gün gözəl oynayır həqiqətən. Hələ də komandasının qapısını toxunmaz saxlayıb. Geriyə oynayır Fərahim. Dəqiq olmadı pas. Out. Time out. Qocalar evi götürür. Time outdan sonra sizlərləyik. Time out bitti. Qoca Seniora komandası out yerinə yetirəcək. Geriyə oynayır Elçin. Fuadla oynadı. İlkin. Sanki Qoca Seniora komandası kvadrata alıb BES komandasını. Çox rahat paslaşırlar. İndi pas dəqiq olmadı. Qapıcıdadır top. Uzun bir pas Fərahimə gəlir. Qapıya dönə bilərdi. Təhlükəli idi. Fərahimdən uzun bir pas. Fuad uzaqlaşdırır. Out. 18-ci dəqiqədir. Baxaq nə olacaq. Hələ ki BES komandası yaxşı mübarizə apara bilmir. Siyavuşdan geri qapıcı. Uzun bir pas. Top tora dəymişdi. Out. Geriyə oynayır Elçin. İlkin. İlkin fikirləşir. O oyunda kimi görürük? Qələndər. Qələndərin ilk zərbəsi. Top ilk dəfə Qələndərə gəldi və sol zərbəsi ilə top qapıdan yan keçir. Baxaq Qələndər kapitan nə edəcək? Hücumdadır. Top BES komandasındadır. Siyavuş. Siyavuş nə edəcək? Pasını verdi Şahmurad. Topu qəbul edəmədi. Top meydanı tərk edir. Salih. Salih'in yanında Elçin var. Salih birbaşa zərbə. Siyavuş blok qoyur. Şahmurad. Şahmurad irəliləyir. Salih gözəl mübarizə apardı. Mane oldu. Pasını da dəqiq vermədi Şahmurad. Elçin. Geriyə oynadı Fuad. Fuaddan uzun bir pas. Fərahim. Geriyə oynadı Orxan. Pasını verdi. Fərahimin zərbəsi. Qapıcı. Gözəl seyv etdi. Gücdən zərbənin yerinə yetirir.
Pas dəqiq olmadı. Qələndər irəliləyir. Qələndər çox sürətlidir. Pasını verdi. Elçin nə edəcək? Qapıcı topu uğurladı. Qələndərə pas gəlsəydi bəlkə də qol vura bilərdi. Qapıcıdan pas idi məncə, amma qapıcı topu uzaqlaşdırır. Siyavuş geriyə oynayır. Şahmurad, Fərahim. Fərahim iki nəfərin arasına keçdi, zərbəsi dəqiq olmadı. Əsasən Bes komandasında daha qocalı oyuncular var, qeyd edim onu. Çempionat 35 plus olsa da daha gəncdir Qoca Seniora komandası. Baxaq. Qoca komandalar nə edəcək? Bes komandasından həqiqətən qol gözləyirəm. İlkin uzun bir pas. Topu saxladı. Zərbəsi blok qoyulur. Salih idi bu zərbəni vuran oyuncu. Salih baxır kimə verəcək. İlkinlə oynadı. Siyavuşdan daxilə var idi. İlkin Fuadla oynayır. Fuad baxır kimə verəcək. Geriyə oynadı. Qapıcı İlkin. Elçin topu itirmədi. Pas amma dəqiq deyildi. Tələsdi. Orxan, Siyavuşun pası dəqiq olmadı. Uğurladılar topu. Top əlinə dəyir oyunçunun. Orxan keçdi. Zərbəsi dirək. Gələn topu vura bilmədi Bes komandasının oyuncusu. Zərbəsi dəqiq olmadı. Elvin idi bu. Kapitan qıraqdan qol yaxınlaşır deyir komanda yoldaşlarına. Mən də elə hiss edirəm. Görək necə olacaq. Fuad, Elçin, İlkin, bir daha Elçin, Elçin. Siyavuş topu uğurladı. İrəliyir. Cərimə. Yerdə qalan oyuncu var. Sarı kart görürük. Cəzalanan oyuncu Elçin idi. Qoca Seniora komandasından. Qapıcı 2 canlı set istəyir oyuncularından. Fuadla Salih canlı setlər. Zərbə gələcəkmi? Şahmurad topu aralı keçir qapıdan. 23-cü dəqiqədir. İlkin. Fuad yerdə qalır. Hakim cərimə zərbəsi bildirir. Fuad topu yerinə yetirəcək. Qələndər Kapitano pasını dəqiq verə bilmədi. Yenə də top Qoca Seniora komandasına da əks hücum 4-ün 2-yədilər. Ucda zərbə dəqiq olmadı. İlkin idi zərbəni vuran oyuncu qeyd edim. Qapıcı Siyavuş. Siyavuşdan uzun bir pas. İlkindədir. İlkin topun çıxmağına qoymur. Pası dəqiq deyildi. Out. Siyavuş topu yerinə yetirəcək. Müdafiəçisi ilə oynayır. Salih mübarizə aparır. Salih'dədir top. İlkin topu uzaqlaşdırdı. Top meydanı tərk edir. Out. Siyavuş qapıcı ilə oynayır. Müdafiəçisindədir top. İrəliləyir. Pası dəqiq olmamışdı, amma topu itirmədilər. Qapıcı pasını verir. Qapıcı topu əlinə götürür. Uzun bir pas. İlkin qoymur. Müdafiədə gözəl oynayır. Fuad. Fuad nə edəcək? Gözəl sıyrıldı, amma yenə də yerdə qalır. Şahmurad yıxır Fuadı. %25-ci dəqiqədir.
Topu yerinə Qoza Sinyora komandası yerinə yetirəcək. Və birinci hissə bitir. İkinci hissədə sizlərlə olacağıq. İkinci hissədə sizlərləyik. Qeyd edim ki, hesabda Qoza Sinyora komandası 2-0 öndədir. Topu BES komandası yerinə yetirəcək. Rəqib komandaya topu verir. Fuad gələn Qəmbər geriyə oynadı. İlkin Fuadla oynayır. Fuad nə edəcək? Önə baxır. Zərbəsi blok gəlir. Qəmbər kim üçün saxlamışdı topu? Siyavuşdan pas önə. Orxan yox. Orxana ilkin uğurladı topu. Qoza Sinyora komandası topu yerinə yetirir. Salih. Salih'in zərbəsi qapıdan aralı keçir. Qapıcı Sənan topu yerinə yetirir. Fərid. Fəriddən uzun bir pas. İbrahim pasını verir. Fərid. İbrahim'den geriye pas. Siyavuş. Ne edecek? Geriye oynuyor Siyavuş. Siyavuş'tan pas. Ara pası mükemmel oldu. Fərid kaçırdır. Pas dəqiq olmuşdu. Fərid sevindirə bilərdi. İlkin Salih'le oynayır. Salih'ten pas. Qəmbər. Keçənmədi. Siyavuş topu uğurladı. Pasını verdi. Fəriddən pas. Dəqiq olmadı. İlkin. Salih. Fuad pas istəyir. Fuad koşuldu. Topu götürdü. Keçdi. Pasını da verdi. Salih. Zərbə olacaq mı? Pas idi bu. Qapıcı Sənan yerindəydi. Fəridlə oynayır. 3'e 2. Pasını verdi. İbrahim. Pas dəqiq olmadı ama İlkin topu uzaqlaşdırdı. Az qalmışdı. İlkin olmasaydı belki de pas dəqiq olardı. İbrahim. Pasını verdi Fəridə. Dəqiq olmadı ama out. Qoza Sinyora komandasının. Qoza Sinyora komandasındadır top. Fuad. Uzun bir pas. Salih'ten geriye. Qapıcı. Top təhlükəli gəlmişdi və qapısını tərk edərək uzaqlaşdırdı. Out'u başladı. BES komandası out. Setkaya dəyir top. BES komandası yerinə yetirəcək. BES komandası tələsir. Fəridlə oynayır. Fəridin zərbəsi. Qapıcı. İlkin yerindəydi. Önünə baxır. Kimə verəcək? Pasını verdi. Fuaddan pas. Fuadın zərbəsi və gol. Gözəl paslaşma və gol görürük. İbrahim idi gol vuran oyuncu. Hesab 2-1 olur. BES komandası baxaq bir qolu onlara kömək ola biləcəkmi, ardı gələcəkmi? Komandada canlanma görürük hal-hazırda. Qəmbər topa çata bilmədi. Qapıcı Sənan tələsir. Tez pas verirlər. İbrahim qolu vuran oyuncudur. Pasını verdi. Dəqiq olmadı. Artıq Qoza Sinyora komandası tələsmir. Baxaq nə edəcəklər. Müdafiəçisi ilə oynayır Fuad. Salih'e verir Fuad. Salih sıyrıldı. İlerleyir.
pasını verdi. Qapıçı Sənan tez başladı topu. İbrahim topu qəbul edəmədi. Orxandan pressing görürük. Fuat nə edəcək? Out. Qoca Sinyora komandasının. Time out. Qoca Sinyora komandasının. Fuat topu yerinə yetirəcək. Qəmbər. Önünə baxır Qəmbər nə edəcək? Pasını verdi. Pas dəqiq olmamışdı Elvindən. Qeyd edim ki 17 nömrəli oyuncu Qoca Sinyoranın Qəmbər. Bugün gol görməmişik. Baxaq Qəmbər nə edəcək bugün? Hər tur gol vuran oyunculardan biridir Qəmbər. Fərahim. Uzun bir pas. Bəli, əl var idi. Bes komandası topu yerinə yetirəcək. Məncə tələsməlidirlər. Şahmurad topu götürür. Canlı sədd qurulur. 3 nəfər var canlı sədddə. Topun başında Şahmuraddır. Baxaq F tapşırığı görəcəyimi. Öndə bir dənə Orxan var. Və 2 oyuncu da qoşulur. Fərahim. Pasını verdi. Şahmuradın zərbəsi. Qapıçı. Gözəl refleks və top meydanı tərk edir. 2-ci zərbənin yerinə yetirəcək Fərahim. Fərahimin pası. Orxan topu saxlaya bilmir. Siyavuş topu uzaqlaşdırır. Şahmuraddadır. Şahmurad topu itirmədi. Pasını verdi Fərahim. Pasını verdi Şahmurad. Şahmurad geriyə oynayır. Fərahimin pası keçmir Qəmbərdən. Şahmurad yerdə qalan oyuncu var. Qoca Sinyora komandası topu yerinə yetirəcək. İlkin baxır önünə. Uzun pas mı gələcək? Yox. Elçin gələrək top istədi. İlkinə uzun bir pas. Salih gözləmirdi. Siyavuş Fərahimlə oynayır. Fərahim irəliləyir. Pası keçmədi. Fuat blok qoyur. Fərahim baxır. Geriyə oynadı. Siyavuş. Pas keçmir. Salihdən blok görürük. Geriyə oynayır qapıçı Sənanla. Sənan baxır. Uzun bir pas. Şahmurad sata biləcəkmi? Yox. Şahmurad topu saxlaya bilmir. Elçin Fuadla oynayır. Fuaddan gözəl hərəkətlər. Topu uzaqlaşdırır, amma top Fərahimə gəlir. Bes komandasındadır. Top ağ formalı komanda Qoca Sinyorandı. Fuad uzun bir pası. Qələndər saxlaya biləcəkmi? Elçin. Elçinə gəlir, amma topu saxlaya bilmir. Salih topu uzaqlaşdırır. Dağını görürük. Dəqiq paslaşmalar yoxdur. Hər komandada top itişiləri var. Uzun bir pas. Sənan. Uzun bir pas. Elçin top saxlayır. Yox. Fuat uğurladı. Top Fuatdan çıxır. Bes komandası tələsir. Fərahim. Ara pası keçmədi. İlkin topu uzaqlaşdırır. Qapıçı Sənandadır top. Sənandan uzun bir pas. Dəqiq olmadı. İlkin İbrahim oyuna daxil olur. Orxan tərk edir meydanı. Elçindən geriyə pas. Fuat
Geriye çekilir. İlkinle oynadı. Salih. Geriye oynuyor. İlkin. İlkin ne edecek? Uzun bir pas. Siyavuş yerindeydi. Fərahim. Salih mübarizəsi. Çobuda oynadı. Salih yerde kalır. İlkin. Geriye oynadı Fuat. Fuat uzun bir pas. Elçinin pası çatmır Qəmbərə. Qəmbər bu oyunda heç nə ilə yadda qalmayıb, qeyd edim onu sizə. Şahmurad. Siyavuş. Az qalmışdı. Salih topu uğurlayırdı. Fərid topu qəbul elədi. İbrahimə gəlir top. İbrahimdən cəza pas. Fərid topun çıxmağa qoymadı və pasını verdi, amma İlkin oradaydı. İbrahimə çatmadı pas. Elçin. Salih. Gözəl paslaşırlar. Salih irəliləyir. Topu itirməyib. Tələsmir, cinaha çəkilir. Gəlir geriyə. Pasını verdi Qəmbər. Qəmbərdən Elçinə pas, amma qapısı Sənan yerindədir. Uzun bir pas. İbrahim itirdi. Salih uğurladı. Hakim cərimə zərbəsi bildirir. Salih yerdə qalmışdı. Fərid Məmmədov cəriməni oyunculara başa salır. Canlı sədd qurulub. Bir nəfər var. Canlı sədd 2 olur. Salih nə edəcək? Pasını verdi. Fuat pasını verir Elçinə. Hakim faul deyir. Bəli, Siyavuş itələmişdi Elçini. Fuat topun başındadır. Qapıcı Sənan canlı səddi qurur. Fuat nə edəcək? Uzun bir pas. Salih topu qəbul edir. Salih'in zərbəsi Sənan uzaqlaşdırdı. Top yenə Qoza Senior komandasındadır. Zərbəsi qapıcı. Uzun bir pas, kontratak olacaqmı? Yox. İlkin topu Elçinə verir. Zərbəsi Siyavuşa dəyir. Out. Elçin. Fuat topu geriyə istəyir. Salih'dədir top. Salih Fuat'la oynayır. Fuat'tan zərbə görəcəyimi? Yox. Geriyə çəkilir. Qapıcı ilə oynayır. İlkin. 5 sələ məğlubiyyət daldırmayıb. Geride kalan oyuncu var. İlkin ehtiyatlı. Topu BES komandası yerine getirecek. Hesap 2-1'dir. 39. dəqiqədir. İlkindən Fuada pas. Fuaddan uzun pas. Şahmurad topu götürür. Fərahimin pası. Əl. Şahmurad önü boşdu, zərbəsi. Qapıdan aralı keçir. İlkin kimle oynayacaq? İlkinle oynadı. Uzun bir pas, dəqiq olmadı, out. Fərid Məmmədov vaxtın bitməyinə 10 dəqiqə qalıb deyir kapitan Bayramov Qoşqara. İbrahim topu itirdi. Salih irəliləyir. Salih keçdi. Yox, Fuat Şahmura köməyə gəlir. Cərimə. Salih cərimə etmişdi. Sənan topu oyuna daxil edəcək.
İbrahim Ceyhun'a pası. Ceyhun Fərahimlə oynadı. Fərahim pası. Ceyhun topa yetişə bilmir. Qapıdan zərbə. İlkin. 2. Qələndər oyuna daxil olur. Qələndər itirmədi. Yox, itirdi. Topu oğurladılar ondan. Top amma yenə də Qələndərdədir. Pasını verdi. Yerdə qalan oyunçu Salihdir. Top Qoca Sinyora komandasına gəlir. İlkin. İlkinlə oynayır. İlkin pası Qələndər. Elçin. Elçin Fuad'la oynayır. İlkin. Qələndər topa çatamədi. Şahmurad. Fərahimlə pas. Ceyhun. Fərahim nə edəcək? İrəliyir. Out. Qələndər topu daxil edəcəkmi? Yox. Fuada buraxır. Fuaddan uzun bir pas. Şahmurad topu önə doğru verir. Yerdə qalan oyunçu var. Canlı sədd qurulur. Üç canlı sədd var önündə Fərahimin. Fərahim nə edəcək? 2 oldu, pasını verir. Şahmurad zərbəsi. Qapçı gözəl oynadı. Siyavuşdan Fərahimə pas. Qapçı Sənanı qoşur oyuna. Sənandan uzun bir pas. Dirəyə deyir. Dirək. Qələndər. Qələndər irəliləyir. Nə edəcək? Qələndər top saxlayır. Zərbəsi. Gücdən zərbə yox idi. Fuaddan pas. Salih. Pası dəqiq olmadı. Out. Fərahim. Ara pası. Orxanın pası dəqiq olmadı. Ceyhunla bir-birini anlamadılar. Ceyhun ayağı aksayır sanki. Aksayarak oyuna devam edir. Qələndər itirmədi, irəliyir. Kapitano. Kapitanın zərbəsi. Bir daha kapitandadır top. Sənan qapıcı uzaqlaşdırdı. Qələndər bir saniye topa tez satsaydı bəlkə də gol görə bilərdik ondan. Salihdən pas Fuada. Fuad İlkinlə oynayır. İlkindən Elçinə pas. Elçin Qələndərə pas verir. Qələndərin zərbəsi. Qapıdan yan keçir. Qələndər bu gün yaxşı çıxış edir. Out. Bes komandasının hesab 2-1'dir. Bes komandası məğlub olur. İlk məğlubiyyətini mi yaşayacaq Bes komandası? Baxaq necə olacaq. Sənan. Fərahim. Fərahimin pası keçmədi. İlkin yerindədir. Qapçı yerinə yetirəcək. Siyavuş. Geriyə oynadı. Sənan. Fərahim. Uzun bir pas. Yenə də İlkin uzaqlaşdırır. Həqiqətən də İlkin bu müdafiədə gözəl oynayır. Fərid. Fəriddən içəriyə doğru pas. Yenə İlkin. Out. Orxan topu yerinə yetirəcək. Şahmurad. Sönə biləcəkmi? Yox. Oğurladılar Şahmuraddan topu. Qələndər. Qələndərdən uzun bir pas Elçinə. Qapçı da öndədir. Qapçı oğurladı topu. Pasını da verdi. Orxan. Sənan. Sənanın zərbəsi Elçindən blok. Qapçı tələsir. Uzun bir pas. Orxandan başla zərbə. Qapının üstündən keçir. İlkin. Topu yerinə yetirəcək. Elçin.
Uzun bir pas keçmədi. Şahmuradın önü boşdur. Zərbəsi. Öz oyuncusu Orxandan top tərk edir meydanı. Qoca Sinyora topu yerinə yetirəcək. Fuad Salihlə oynayır. Bir daha Fuad'a verir. Salih. Qapçı ilə oynayır İlkin. İlkinlə oynadı. İlkin topu uzaqlaşdırır. Elvin topu saxlayanmır. Siyavuş müdafiədə gözəl oynadı. Təhlükəli oyun var idi bəli Salih tərəfindən. Bes komandası tələsməlidir məncə. Zərbədir. Canlı Sədqurlu Fərahim nə edəcək? Toxunuş olmasa qol sayılmır. Pasını verdi. Yenə də İlkin. Orxan baxır. Fəridlə oynadı. Bir daha Orxan. Fərid zərbəsi dəqiq olmadı. Az qalmışdı. Hesabı bərabərləşdirə bilərdi. İlkin. Top tora dəyir. Out. Fərahim tələsir. Topu yerinə yetirəcək. Yerlə pası Orxan. Orxanın zərbəsi. Arxa dirəyə dəyir top. Qapıdan zərbə. Qeyd edim ki 47-ci dəqiqədir. Vaxtın bitməyinə çox az qalıb. Bes komandası hesabı bərabərləşdirə biləcəkmi? Uzun bir pas. Elçin tələsir. Topu rahat qəbul edə bilərdi. Sənan. Uzun pası. Fuad uğurladı. Elvindədir top. Elvin yerdə qalır. Davam deyir Hakim. Şahmuraddan pas Fərahimə. Fərahim top saxlaya bilmir. Salih. Fuadla oynayır. Fuadın zərbəsi. Qapçı Sənan. Out'u Elvin yerinə yetirəcək. Baxır. Uzun bir pas gələcək. Yox. Qarşısına aldılar. Orxan. 2-nin birədir. Bir oyuncudan sıyrıldı zərbəsi. Qapçı yerində idi. İlkindən pas. Elvin Salihlə oynayır. Top Elvinə çatmadı. Şahmurad uğurladı amma pasını dəqiq vermədi. Salih. Salih irəliyir. Elvinin pası uğurlu olmadı. Out. Siyavuşdan tərk etdi meydanı. Elvin. Yerlə pası keçmir. Fərid uzaqlaşdırır topu. Salih. Top Salih'ten tərk edir. Sarı kart görür Salih. Fəridin zərbəsi dirəyə. Şahmurad paslı verdi Fərahim. Pas keçmədi Salih. Salih nə edəcək? Pasını verdi. Qələndər yox. Toxunuş var idi mi? Yox. Qapçı başladı. Şahmurad. Şahmuradın pası Orxana. İlkin çaşdırdı Orxanı. Out. Qoca Sinyora komandasının hesabda 2-1 öndədir. Vaxtın bitməyinə çox az qalıb. İlkin topu yerinə yetirəcək. Uzun out. Out Bes komandasının son atak deyərdim mən buna. Baxaq necə olacaq. Hakim neçə dəqiqə vaxt verəcək oynamaqlarına. Topu yerinə yetirdi. Fəridin zərbəsi keçmədi. Out. Qoca Sinyora komandasının Siyavuş mane olur. Top Qoca Sinyora komandasında Elvin. Elvin'den uzun bir pas. Topa getmədi və bununla da günün son oyunu bitdi. Qoca Sinyora komandası 2-1 Bes komandasını məğlub edir.
Bes komandası ilk məğlubiyyətini alır. Bəlkə də Namiq olsaydı bu oyunda fərqli bir hesab görərdik. Şərhçiniz mən, Mirceyhun Mənsimov, təşkilatçı Fərid Məmmədov, Old Cup 35 Plus çempionatı 3-cü turu bununla bitir.